Salam əziz izləyicilərim. Sizlər üçün bu yayın ən favori şirniyyatını tapmışam. Meranga ruleti. Hazırlanması çox sadə və asan, görünüşü çox gözəl, dadlı və yüngül bir şirniyyat növüdür. İnanın xanımlar, hazırladığınızda bunun dadını hər kəs çox bəyənəcək. İndi isə keçək hazırlanma qaydasına. Əziz xanımlar, bu şirniyyatın ən vacib özəlliyi yumurta ağından hazırlanmağıdır. Elə ona görə də adı meranga ruletidir. 4 ədəd yumurta ağanı tam ağarıb, bərk qar halına gələnə qədər mikser ilə çalırıq. Tədricən üzərinə 200 qram şəkər tozunu əlavə edirik. Daha sonra biraz duz və 1 çay qaşığı limon suyu əlavə edirik. Tam bərk krem halına gəldikdən sonra mikseri artıq dayandırırıq. 1 xörək qaşığı qarğıdalı nişastası əlavə edib yüngülvari spatula ilə qarışdırırıq. Daha sonra öncədən isidilmiş sobanın düzbucaqlı listinə yağlı kağız sərib, üzərinə isə hazırladığımız xəmiri yayırıq. 160 dərəcəlik sobada təxminən 25 dəqiqə bişiririk. Xəmirin üzərinin rəngi açıq bej rəng, içi isə yumşaq olmalıdır. Budur, artıq xəmirimiz hazırdır. İndi isə onun 5 dəqiqə soymağını gözləyəcəyik. Soyduqdan sonra üzərinə yenə də yağlı kağız örtüb tərs çevirəcəyik. Daha sonra alt qismindəki yağlı kağızı isə ehmalca qopardırıq. İndi isə keçək kremin hazırlanmağına. 250 qram krem pendir və 200 qram qaymaqla çox gözəl krem əldə edə bilərsiniz. Ruletin aralığına isə ağız dadımıza uyğun meyvəni, çiyələk, morud, banan və hər hansı bir meyvəni əlavə etmək olar. Üzərini isə öz zövqümüzə uyğun bəzəyirik. İndidən hazırlayan hər kəsə nuş olsun. Videonu bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. Göz haqqınıza həval edin.